Salam, ümid edirəm. Yaxşısınız və işə qaydasındadır. Bugün fərqli bir enerjidə hiss edirəm özümü və istədim həm o enerjini sizə çatdırım, həm də mövzuları və beynimdəki düşüncələri. Hər zaman bu cümləni deyirəm. Əgər siz fərqindəlik yaşamaq istəyirsinizsə, bugünkü dövrdə və zəmanədə YouTube-u çox rahat bir şəkildə açıb, oradan özünüzü müəyyən qədər fərqindəlik yaradıb, təbii ki, davamında müəyyən bir mütəxəssislə davam eləmək şərti ilə müəyyən qədər həyatınızda yeniliklər yarada bilərsiniz. Əgər dil bilgiləriniz varsa, digər dillərdə də daha çox informasiya, məlumat və texnika əldə edə bilərsiniz. Və gəldik mən danışacağım mövzulara. Bizim müəyyən bir yaşa çatdıqdan sonra artıq həyatdakı hadisələrin gedişatı ilə mi deyim, inkişafla mı deyim, nəsə əlaqəli olaraq artıq bizdə bir o diri çıx yanır və aydınlanma başlayır. Biz başlayırıq axtarışa, nələrsə dəyişməyə, özümüzü dəyişməyə birinci, daha sonra həyatımızdakı müəyyən sferalar, bu iş ola bilər, bu təhsil ola bilər, bu ixtisas ola bilər, bu sevgi həyatımız ola bilər, bu artıq tək yaşamaq ola bilər. Və s. bütün sferaları, bütün mövzuları dəyişməyə çalışırıq. Bunun ilk və başlanğıc nöqtəsi olmalıdır bizim sxemlərimizi dəyişmək. Hər şeydən öncə sxemlərimizi dəyişməliyik. Əgər bizim, sənin, mənim, digər insanların mən ailəmi qorumalıyam, məsəl üçün deyirəm, sxemi varsa, siz ailənizdən uzaqda yaşaya bilməzsiniz. Yəni çünki o sxem sizə icazə verməyəcək. Ya da ki, sizin yaxşı qız olmalıyam. Bizim cəmiyyətdə bu çox yer edilir axı insanlara. Sən yaxşı qız olmalısan, sənin müəyyən bir təhsilin varsa, düzgün bir işin varsa, hansı ki, o işdə müəyyən sadəcə qadına aid olan sahələrdirsə, sən uzun sözün qısası yaxşı qızsansa, sənin özünün çox seçim etməmə şansın olmamalıdır ya da ki, müəyyən bir çərçivələrdə seçim edə bilərsən və s. Bunları necə dəyişirik? Yenə deyirəm, sxemləri dəyişmək şərti ilə. Əgər sən beynində özün üçün, öz standartlarını qursan, öz əslində sənin üçün nə yaxşıdır və sən necə olmalısan, o yaxşı qız rolundan çıxıb əslində necə olmaq istəyirsən, bunu özün üçün yazsan, kodlasan, həyatında tam olaraq bu gələcək. Kodlama dediyim nəyi nəzərdə tuturam? Beynimizin şuuraltı mexanizmini. Çünki bizim xəbərimiz olsa da olmasa da şuuraltı mexanizmimiz daimi olaraq işləyir. Sadəcə bizə düşən rol nədir burada? Onu düzgün bir şəkildə belə deyək də istiqamətləndirmək, ona müəyyən komandalar vermək və o artıq sizin verdiyiniz komandalar belə deyək də nəzarətində işləyəcək. Məsələnin başqa bir hissəsi də var ki, bunları edirsiniz ya da etmirsiniz ya da etməyə belə deyim də o aydınlanmanı hələ yaşamamısınız, amma daim olaraq deyinirsiniz, daim olaraq şikayətlənirsiniz və o enerjidəsiniz ki, məndə niyə alınmır, niyə hər kəsdə alınır, mən bacara bilmirəm, siz mənə bunu burada hətta ailəni və valideynləri günahkar çıxardırıq, amma müstəqil bir yaşa çatandan sonra biz özümüz üçün öz məsuliyyətlərimizi götürə bilərik və öz həyatımızı dəyişə bilmək potensialına malikik. Baxın, bu potensial hər birimizin içində var. Tam %100 sağlıqlı bir insansınızsa, bu potensial hər birimizin içində var. Sadəcə onu tapıb öz istədiyimiz formada istiqamətləndirmək lazımdır. Həyatımıza bir düzən gətirmək lazımdır. Bu da məsələnin bir hissəsi. Şikayətlənmə modundan çıxırıq, deyinmək modundan çıxırıq. Tamamilə özümüzə fokuslanırıq və bütün enerjini başqalarına sərf edəcəyimiz, həmin o şikayətə, həmin o deyinməyə sərf edə biləcəyimiz enerjini özümüzə yönləndiririk. Yəni Instagram səhifəmdə belə bir hekayə paylaşmışdım ki, insanlar gözləyir ki, bu əsasən də qadınlarda olur. Gözləyir ki, biri gələcək, mənim qəhrəmanım olacaq, Atlı Şəhzadə gələcək, bizi xilas edəcək, götürəcək, bizə möcüzələr yaradacaq. Amma reallıq bunu göstərir ki, və bunu deyir ki, siz ilk olaraq özünüz istədiyiniz formanıza çatmalısınız. Belə deyim də, düşünün siz buradasınız və burada sadəcə istəyirsiniz, amma istədiyiniz şeylər buradadır. Siz o istədiyiniz arzulara həyata çatmaq üçün birinci özünüzü addım-addım, step by step çıxartmalısınız yuxarı. Daha sonrasında isə həmin o burada olandan sonra və istədikləriniz də buradadırsa, siz ona bərabər balanslı olursunuz və çata bilirsiniz. Amma kimsə gəlib sizi götürüb aşağıdan yuxarı qaldırmaq və sizə nələrsə vermək, bu sadəcə müvəqqəti ola bilər. Çünki bu sizin özünüzün addımladığınız addımınız deyil. Bu sizin yolunuz deyil.
Ola bilər kimsə sizə dəstək o, yenə deyirəm, psixoloq ola bilər, coach ola bilər, mentor ola bilər. Ola bilər insanlar və biz müəyyən zaman qismində bu insanların dəstəyinə də ehtiyac duyuruq. Amma ilk öncə bunu özümüz istəməliyik və özümüzün həyatımızda bir rutinlərimiz olmalıdır, bir məşğuliyyətlərimiz olmalıdır. Bizə yaxşı gələ biləcək, bizi yaxşı hiss elətdirə biləcək. Və ən önəmlisi bunu bir Azərbaycanlı bir xanımın YouTube videosunu izlərkən eşitmişdim. Deyir, problemə problem kimi baxmırsınızsa, o artıq problem deyil. Yəni siz həyatınızdakı məsələlərə məsələ kimi baxırsınızsa, onun həlli yolunu tapa bilirsiniz. Çünki məsələ həll olunmaq üçündür. Amma problem daha çox böyütdüyümüz, daha çox belə deyim də, ay mən bunu həll edə bilmərəm, mənim problemlərim var və s. artıq orada başını itirmiş bir insan kimi kodluyursunuz özünüzü. Amma bir məsələ var. Okay, məsələ nə üçündür? Həll olunmaq üçündür. Biz bu məsələni həll edə bilərik. Daha sonra gəlirik. Sxemlərinizi yazırsınız. Götürürsünüz bir dənə kağız. Sxemlərinizi yazırsınız. Bunu ilk öncə belə də edə bilərsiniz. Həyatınızda hal-hazırda bəyənmədiyiniz, dəyişmək istədiyiniz hərəkətləri, hadisələri yazırsınız. Sonrasında onsuz da onu analiz edəndə orada sxemləriniz üzə çıxacaq. Amma ilk məsələn bu yolu başlayırsınızsa, məsləhət görərəm ki, bunu bir mentorla, coachla, psixoloqla gedəsiniz bu yolu. Sizin bu yolu gedəndə sizə müəyyən qədər çətinlik yarada bilər. Orada sxemləriniz çıxırsa, onları analiz edirsiniz. Və sonra baxırsınız. O sxemlərin sizin həyatınıza necə bir təsiri var. Bunu da analiz edəndən sonra artıq başlayırıq onları dəyişməyə. Sxemlərinizi yazdıqdan sonra, analiz etdikdən sonra baxın görün həmin o sxemləri trigger eləyən, qıcıqlandıran sizin qorxularınızdırmı, sizin həyəcanlarınızdırmı, kökündə nə dayanır ümumilikdə? Əgər bu texnikanı etsəniz, mənə açıqlamada yazarsınız. Bilirəm ki, çox insan eləyir. Bunun üstünə bir dənə ödənişsiz şəkildə Zoom belə deyək də praktikası eləmək istəyərəm. Daha sonrasında qorxularınıza baxırsınız. Hansı qorxularınız sxemləri trigger eləyir və bunları necə dəyişmək istəyirsiniz? Həyatınızda hal-hazırda nəyin olmağını və o olmağın arxasında, o hadisənin, necə deyim, çox yaxşı bir işiniz olmağını istəyirsiniz. Gəlin misalla gedək də. Çox yaxşı bir işiniz olmağını istəyirsiniz. İşin arxasında ya da çox yaxşı bir gəlirinizin olmağını istəyirsiniz. Həmin gəlirin arxasında sizin bir sxeminiz dayanır ki, nə bilim, belə deyək də, qadın çox pul qazanması məsəl üçün, ya da ki, müəyyən qədər qazanmaq daha yaxşıdır, ya da ki, çox pul qazananda insanın başına çox hadisə gəlir və s. En qədər sxemlər ola bilər də ki, kimə necə yüklənir. Həmin o sxemlərdən biri varsa, artıq siz sxeminizi tapdınız. Aha, əla. Bunu hansı qorxu, belə deyək də, qıcıqlandırır, trigger eləyir? Nə ola bilər? Məsəl üçün, az öncə nə dedim? Çox pul qazanmaq başımıza çox bəla gələ bilər. Artıq burada qorxu üzə çıxır ki, çox mənfi hadisənin yaşanmasından qorxulur. Aha, bu qorxumuzdur. Qorxumuzu necə çevirə bilərik? Hər çox pulu olan, hər zəngin olan insan pis hadisələr mi yaşayır? Yox, çox yaxşı zəngin insanlar var. Çox da düzgün həyatları var, çox da xoşbəxt həyatları var. Demək ki, bu sxemi dəyişə bilərik bərabərində. Yəni beyni yaşadığımız sxemin dəyişməsinə demişkən ikna eləməlisiniz və həmin o duyğunu da hiss eləməlisiniz. Yəni mən sadəcə beynimə düşüncə deyim, oldu, bitdi, getdi, yox. Həmin o duyğu bədəndə hiss olunmalıdır. Çünki biz nə qədər beynimizi kodlasaq da, bədənimiz də ona təsdiq verməlidir. Bədənimizin və əzələlərimizin də bir çünki hafizəsi var. Sizə bir dənə də texnika verəcəm, qorxuların bərabərində. Yine bir dənə vərəq götürürsünüz, sıralayırsınız. Birinci, ikinci, üçüncü, dördüncü qorxuları və həmin qorxunun gətirdiyi vəziyyətləri yazırsınız. Məsələn, mən birini itirməkdən qorxuram. Vəziyyət nədir? Həmin o insanı itirdim. Mən nə qədər pis hiss elətdirdi, mən nə qədər problem gətirdi. Məsələn, 5, 10, 6, 7 bal verirsiniz. Sonra yeni ikinci qorxunu yazırsınız. O qorxu sizə hansı situasiyada göstərdi özünü və o situasiya sizə nə qədər sıxıntı gətirdi, problem gətirdi, bilmirəm. Sıxıntının qarşılığı Azərbaycan dilində nədir? Yəni sıxıntı deyəsən. Nə qədər gətirdi, onu 10 bal üstündən 0-10 aralığından qiymətləndirirsiniz. Bugün sizə bol-bol texnikalarına gəldim. Ümid edirəm ki, benimdəki fikirləri sizə çatdıra bildim tam olaraq. Həm də texnikaları tam olaraq izah edə bildim. Özünüzə yaxşı baxın. Görüşək.